Güzəştə getmək üçün, ya da həbs etmək üçün bir orta yaşlı kəsi gedirdi məhkəməsi. Məhkəmə çatdı sona, verildi son söz ona. Məhkum durub ayağa, çıxıb biraz qabağa, danışdı öz həyatın, pərişan əhvalatın. O vaxtı uşaq idim, eyni qan qoçaq idim. Başımda məhz o zaman var idi xeyli güman. Sürübaz fani həyat, anam etmişdi vəfat. Bir mən idim, bir atam, adi zəhmətkeş adam. O atam iş adamı, yox idi boş məqamı. Mənsə öz başına cavan, oldum axır xuliqan. Hamıda var idi pul, mən isə gənc bir oğul. Dolanırdım avara, yox idi pul nə para. Qoşulub bir nəfərə, avara hiləgərə. Nə biləydim o zaman, alacam zərbə yaman. O mənə dost deyərək, belə qurmuşdu kələk. Ki gedib qarət edək, belə bir riskə gedək. Kirayə mənzil alıb, ikimiz birgə qalıb. Verərək baş-başa biz, dolanaq hər ikimiz. Yarı tox, yarı ac idim, pula mən möhtac idim. Razı oldum bu işə, ki pul olsun həmişə. Elə bir niyyət ilə, döndükcə aylar ilə eləyirdik hərəkət, olana min bərəkət. Gəldikcə iş əmələ, xeyli pul keçdi ələ. Düşmədən bəlkə boşa, həyat gəlirdi xoşa. Bu iş çox etdi davam, çatdı həll edici məqam. Əsdi şiddətli külək, çörükdü çərdi fələk. Gecə çıxdım şəhərə, hələ vardır səhərə. Yatmayıb sübhə qədər, evə qaydanda səhər. Dəydi nələr gözümə, inanmadım özümə. Sadəcə bomboş otaq, dostdan heç yoxdur soraq. Və üstəlik otağın, hər yanı darmadağın. Neçə qış, yay və payız, ikimiz yığdığımız. Puldan da yoxdur əsər, qalmayıb zərrə qədər. Yerdəsə qanlı ləkə, görüb düşdüm nə kökə. Dolandı bir neçə gün, o tapılmadığı üçün. Çox düşündüm nə isə, xəbər etdim polisə. İstintaqın gedişi, neçə müddətli işi, vermədi bir nəticə, keçdi bir vaxt beləcə. Neçə gün getdi hədər, dostdansa yoxdur xəbər. Nə meydi var nə özü, qalıb ancaq qan izi. Həmin otaqdakı qan, bu işə verdi təkan. O dostumun zülmü, çox amansız ölümü. Qaldı boynumda mənim, başlandı qüssə qəmim. O vaxt birinci kərə, bu ölüm işmə görə. Düşdüm dörd divara, bir uzaq yad diyara. Düşdüm bu cür fəsada, 15 il getdi bada. Saçıma düşəndədən, çıxdım azadlığa mən. Atam ölmüşdü cavan, dörd divardan o zaman. Çölə qoyduq da qədəm, tənha qalmışdım o dəm. Tənha gəzdim neçə gün, dərddən ayrılmaq üçün. Çıxdım uzaq səfərə, bambaşqa bir şəhərə. Bir gün açıb səhəri, seyr edərkən şəhəri. Bir nəfər dəydi gözə, çıxdım əynən üz-üzə. Nəsə çox gəldi tanış, bu da bir adi naxış. Onu gördükdə yaman, tutulub qaldım o an. Oldum təngi nəfəs, tanıdım kimdir bu kəs. O vaxtı dost dediyim, xətrini istədiyim. O dost ki etdi kələk, mənə qardaş deyərək. O dost ki düşdü qaçaq, bundan 15 il qabaq. Mənsə ondan ötəri, çəkmişəm qəm kədəri. İtib 15 il qabaq, sən Allah qismətə bax.
Həmin insandı yenə rast gələn burada mənə. Demədim bircə sözü, başladı əvvəl özü, ki o vaxt qanmamışam, çox şeyi sanmamışam. Götürüb pul paradan, çıxdım o dəm aradan. Evdən çıxanda mənim qəfil kəsildi əlim. Evdən hələ getməmiş ağlıma gəldi bu iş. Yerə sürtdüm qanımı, ki qurtarım canımı. Elədim güya vəfat, elə bilsin camaat. Öldürmüsən məni sən, xəta etdin yəni sən. Dedi axırda mənə, bağışla sustu yenə. Mənim ancaq o zaman gözümə çöktü duman. Qızmışdı beynim ocaq, bərk sıxıb əldə bıçaq. Zərbə endirdim ona, bu görüş yetdi sona. Yenə çörükdü həyat, yaxalandım o saat. İstintaqım yenə də başlandı məhkəmədə. Axı mən keçən kərə bu cinayətimə görə çəkmişəm əziyyətimi, 15 il müddətimi. Düşüb o vaxt tora mən, neçə ildən sonra mən vurub həmin adamı, almışam intiqamı. Güzəştə getmək üçün, ya da həbs etmək üçün bir orta yaşlı kəsi gedirdi məhkəməsi. Hakim durub ayağa, çıxıb biraz qabağa, yenə iş kəsdi ona, məhkəmə çatdı sona.